Bismillahirrahmanirrahim. İnsan həyatının ən ağır, şüuru ən çox əzən imtihanı nədir bilirsinizmi? Nə isə itirmək deyil. Ən böyük əzab, irəli getmək istəyib, getməyə heç bir yol tapmamaqdır. Sən bütün gücünü toplayıb bir addım atırsan. Amma qarşına nəhəng, soyuq, keçilməz bir divar çıxır. Döydüyün bütün qapılar üzünə bağlanır. İş qapısı bağlanır, ruzi qapısı bağlanır, şəfa qapısı bağlanır. Hətta bəzən ən doğma bildiyin insanların qəlbinin qapısı belə sənin üzünə qıfıllanır. Sən o qapıların arxasında qalırsan və egon sənə pıçıldamağa başlayır. Sən rədd edildin. Allah səni eşitmir. Sənin heç bir dəyərin yoxdur. Lakin dayanın. Dərindən nəfəs alın və bu illüziyanı tamamilə parçalamağa hazırlaşın. Kainatın arxitekturasında bağlı qapı deyə bir cəza yoxdur. Biz unuduruq ki, Rəbbimizin ən gözəl isimlərindən biri Əl-Fəttahdır. Yəni mütləq açan, düyünləri çözən, bütün qapıların tək sahibi. Əgər Əl-Fəttah olan Allah bir qapını sənin üzünə bağlayıbsa, bu rədd edilmək deyil. Bu, ya səni o qapının arxasındakı fəlakətdən qorumaqdır, ya da səni daha böyük, daha möhtəşəm bir qapıya yönləndirməkdir. Bugün, bu mənəvi səyahətdə sizinlə birlikdə o paslı zəncirləri qıracağıq. İslam fəlsəfəsinin və Allah Rəsulunun sallallahu aleyhi və alihi və səlləmin mütləq hikmətlərinin işığında bəşər məntiqini alt-üst edən ən keçilməz divarları belə darmadağın edib, bütün bağlı qapıları açan o mütləq əməlləri deşifrə edəcəyik. Əgər həyatınızda düyünə düşmüş bir məsələ varsa, çıxış yolu tapa bilmirsinizsə, dünyanın səs-küyünü kənara qoyun. Çünki bugün öyrənəcəyiniz bu sirlər sizin qədərinizdəki qıfılları parçalayacaq. Qarşına çıxan bir qapının niyə bağlı olduğunu düşünmüsənmi? Çox vaxt biz qapını zorla qırmağa, insanlara yalvarmağa, xarici səbəblər axtarmağa çalışırıq. Halbuki qıfıl çöldə deyil, qıfıl bizim öz daxilimizdədir. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan və insan psixologiyasının ən böyük sirrini açan o sarsıdıcı kəlamında buyurur. Kim istiğfara, yəni Allahdan bağışlanma diləməyə davam edərsə, Allah ona hər bir sıxıntıdan bir çıxış yolu, hər bir kədərdən bir fərəh və aydınlıq verər və onu heç gözləmədiyi yerdən ruziləndirər. Allahu Akbar. Bu fəlsəfənin mütləqliyinə baxın. Niyə məhz istiğfar? Çünki sənin həyatındakı o bloklamalar, o bağlanan qapılar əslində sənin şüurunda, keçmişində yığılıb qalan günahların, kiməsə etdiyin haqsızlığın, qəlbindəki kibrin yaratdığı mənəvi divarlardır. Günah, ruhun üzərindəki qatı bir tordur. Sən o toru təmizləmədən xaricdəki heç bir qapını aça bilməzsən. İstiğfar etmək sadəcə dillə bağışla demək deyil. İstiğfar, egonu diz çöktürüb məsuliyyəti almaqdır. Allahım, mənim irəli getməyimə mane olan, bu qapını bağlayan mənim öz xətalarımdır deyə bilməkdir. Sən daxilindəki o qaranlığı tövbə ilə yuduğun an, kainatın sahibi sənin qarşındakı ən keçilməz divarları bir anda yoxa çıxaracaq. Çünki daxil açılmadan xaric açıla bilməz. Bağlı qapıları açan ikinci mütləq əməl isə insan məntiqini tamamilə darmadağın edən bir fəlsəfəyə söykənir. Şuurumuz bizə deyir ki, əgər pulun azdırsa, onu sıx saxla. Əgər dərddəsənsə, hər kəs sənə kömək etməlidir. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm fəlakətlərin qarşısını alan və ən qatı düyünləri açan o möhtəşəm sirri belə bəyan edir. Həqiqətən, gizli verilən sədəqə Rəbbin qəzəbini söndürər və bəlanı uzaqlaşdırar. Sən ehtiyac içindəsən, bir qapının açılmasını gözləyirsən. Lakin sən öz ehtiyacını kənara qoyub, səndən daha aciz olan birinin ehtiyacını qarşılayırsan. Heç kimə demədən,
sosial şəbəkələrdə nümayiş etdirmədən, egonu oxşamadan, sən sadəcə bir yetimin başını sığallayırsan, bir acı doyurursan. Bax o an sən kainatın qanunlarını sındırırsan, sən Rəbbinə əməlinlə bu mesajı verirsən. Allahım, mənim öz qapım bağlıdır, öz ehtiyacım var, amma mən sənin rızan üçün bir başqasının qapısını açıram. İmam Əli əleyhissalam buyurur, sədəqə vasitəsilə ruzini və rəhməti göylərdən yerə indirin. Sən bir başqasının üzündəki kədəri sildiyin an, Allah heç bir məntiqə sığmayan bir şəkildə sənin illərlə döyüb aça bilmədiyin o qapını qıraraq sənin üzünü açacaq. Çünki Allah mərhəmət edənlərə qarşı mütləq mərhəmətlidir. Biz həyatda qapılarımız bağlananda, xüsusən də ruzi, qazanc və bərəkət qapılarımız kilitlənəndə həmişə səbəbi kənarda, iqtisadiyyatda, şanssızlıqda axtarırıq. Lakin kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm səhih mənbələrdə qeyd olunan o sarsıdıcı kəlamında ruzi qapılarının üzərindəki o nəhəng qıfılın yeganə açarını bəyan edir. Kim ruzisinin genişlənməsini və ömrünün uzadılıb bərəkətli olmasını istəyirsə, qohumluq əlaqələrini qorusun. Yəni silah-i rəhim etsin. Baxın bu dəhşətli həqiqətə. Bəzən bir insanın saatlarla etdiyi dua qəbul olmaz. Atdığı heç bir addım uğur gətirməz. Niyə? Çünki o öz qardaşı ilə, bacısı ilə, valideyni və ya qohumu ilə küsülüdür. O egosuna məğlub olaraq o qapını bağlayıb, kainatın nizamında sən yerdəki doğma qan bağını kəsdiyin an, göylərdən sənə gələn bərəkət xəttini də kəsmiş olursan. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm psixologiyamızı darmadağın edən başqa bir kəlamında mütləq şəkildə xəbərdarlıq edir. Qohumluq əlaqələrini kəsən şəxs bunu halal saydıqca cənnətə daxil olmaz. Allahu Əkbər. Cənnətin qapısı belə bu günaha görə bağlanırsa, sənin o kiçik dünyəvi qapıların necə açıla bilər? Əgər bugün işlərin tərs gedirsə, ruzin kəsilibsə, idarə olunmaz bir böhranın içindəsənsə, get və qürurunu sındır. Öz qanından olan o insanla arandakı divarı yıx. İlk addımı sən at, bağışla və barış. Sən egonu ayaqlar altına alıb o qapını açdığın an, and olsun ki Allah da sənin illərlə aça bilmədiyin o nəhəng ruzi və bərəkət qapılarını açacaqdır. Və bəzən biz elə bir psixoloji vəziyyətə gəlirik ki, istədiyimiz bir şey üçün dirənirik. O qapı açılmır, amma biz qan tər içində qapını döyməyə, qırmağa, məcbur etməyə davam edirik. Biz unuduruq ki, bağlı qapıları açan ən böyük əməllərdən biri bəzən qapını zorlamağı dayandırmaqdır. Bu, təvəkkül fəlsəfəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm insan şuurunu azadlığa qovuşduran o kəlamında buyurur. Əgər siz Allaha haqqı ilə təvəkkül etsəydiniz, ona tam güvənsəydiniz, o, səhər ac gedib axşam tox qayıdan quşları ruziləndirdiyi kimi sizi də ruziləndirərdi. Sən elə bilirsən ki, o iş mütləq sənin üçün xeyirlidir, o insan mütləq sənin həyatında olmalıdır. Amma İmam Əli əleyhissalam sənin idrakını sarsıdan bu nəsihəti verir. Sənə verilməyənə, yəni açılmayan qapıya görə üzülmə. Bəlkə də sənə verilsəydi, o sənin fəlakətin olardı. Bağlı qapıları açmağın ən pik nöqtəsi təslimiyyətdir. Sən əlindən gələni etdinmi? Etdin. İndi geri çəkil və Allaha güvən. Ya Rəbb, əgər bu qapı mənim axirətim və ruhum üçün xeyirlidirsə, aç. Deyilsə bağla və qəlbimi bu istəkdən soyut deyə bilmək egonun mütləq ölümüdür. Sən idarəni Allaha verdiyin an, o sənin üçün elə qapılar açar ki, sən əvvəl dirəndiyin o köhnə qapıya dönüb baxmazsan belə. Daxildə kin və nifrət daşıyarkən, xaricdə rəhmət qapılarının açılmasını gözləmək, zəhər içib başqasının ölməsini gözləmək kimin məntiqsizdir. Bağlı qapıların açılmasının qarşısındakı ən böyük psixoloji maneə bağışlaya bilməməkdir. Sən əllərini qaldırıb, Allahdan rəhmət, yeni bir yol istəyirsən. Lakin sən illərlə qardaşınla, qohumunla küsülüsən. Qəlbində insanlara qarşı dəhşətli bir kin var. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm bu ziddiyyəti darmadağın edən o mütləq qaydanı bəyan edir.
mərhəmət etməyənə mərhəmət edilməz. Və başqa bir səhih kəlamda, yerdəkilərə rəhm edin ki, göydəkilər də sizə rəhm etsin. Sən Allahın qapısında bağışlanma və yeni bir şans diləyirsən. Bəs sən öz qapına gələn, səndən üzr istəyən insanı bağışladınmı? İmam Əli əleyhisselam buyurur: İnsanların xətalarını bağışla ki, Allah da sənin dualarını qəbul edib qapılarını açsın. Əgər həqiqətən həyatındakı o qatı düyünün açılmasını istəyirsənsə, bugün egonu kənara qoy. Sənə qarşı səhv etmiş, amma peşman olmuş birini sırf Allah rizası üçün bağışla. Qəlbindəki o nifrət yükünü at. Görəcəksən ki, sən daxilindəki o qapını açdığın saniyə, göylərin qapısı da sənin üzərinə sonuna qədər açılacaq. İndi gözlərinizi yüngülcə qapayın. Dərindən bütün yorğunluğunuzu, açılmayan qapıların verdiyi o ağır depressiyanı içinizə çəkərək bir nəfəs alın və yavaşca bütün o ağırlığı, stresi ruhunuzdan kənara üfürün. Təsəvvür edin ki, nəhəng, paslı və bağlı bir qapının qarşısındasınız. İllərdir o qapını döyürsünüz, amma indi fərqindəsiniz ki, qapını zorlamaq heç nəyi dəyişməyəcək. Qıfıl çöldə deyil, qıfıl sizin daxilinizdədir. Birincisi, şuurunuzu təmizləyin. İstiğfarla keçmişin yükünü silin. İkincisi, egonuzu diz çöktürün. Gizli bir sədəqə, ailənizlə və doğmalarınızla qurduğunuz o mütləq rəhm bağı və təvəkküllə qürurunuzu məğlub edin. Üçüncüsü, idarəni təhvil verin. Həyatınızdakı idarəetməni mütləq və tək olan Əl-Fəttaha, qapıları açan Allaha təhvil verin. İkinizdən mütləq bir səmimiyyətlə bu fikri şuurunuza həkk edin. Allahım, mən acizəm, sən isə mütləq güc sahibisən. Mənə mane olan bütün daxili qaranlıqlarımı bağışla. Əgər bu gözlədiyim qapı mənim üçün xeyirlidirsə, onu öz lütfünlə aç. Yox əgər fəlakətimdirsə, qəlbimi ondan soyud və mənə bilmədiyim, xəyal belə etmədiyim daha xeyirli qapılar aç. Hiss edirsinizmi? O daxili gərginlik, o məcburiyyət hissi necə yox olur? Çünki siz yükü ən güclü olana həvalə etdiniz. Zəncirlər qırıldı. İndi sadəcə o qapının ilahi bir iradə ilə yavaş-yavaş sizin üzərinə açılmasını gözləyin. Səsinizin göylərə ucalması, bu mütləq təslimiyyətinizin şahidi olması üçün rəy bölməsinə keçin və öz qəlbinizin fəryadını, bu möhtəşəm duanı yazın. Ey qapıları açan Allahım, ya Fəttah, mənim üçün xeyir qapılarını aç və daxilimi öz nurunla aydınlat. Əgər bu mənəvi səyahət ruhunuzdakı zəncirləri bir zərrə də olsa qıra bildisə, zəhmət olmasa bu videonu bəyənərək və Sözlə Nur kanalımıza abunə olaraq bu fəlsəfə və həqiqət yolunda bizimlə birlikdə addımlamağa davam edin. Çünki biz qaranlıqları yarmaq üçün buradayıq. Bütün qapılarınızın nura açılması diləyi ilə. Allahın amanında qalın.